Salam. Azərbaycan dilindən mövzular üzrə izahlara davam edirik. Söz yaradıcılığı bölməsində növbəti mövzu bir heca təşkil edən şəkilçilər. Sözdə bəzən iki şəkilçi bir heca daxilində olur və deməli ikisi birlikdə bir heca kimi çıxış edir. Bu isə tərkibə görə təhlil zamanı çaşqınlıq yaradır. Yəni bir heca kimi çıxış edən iki şəkilçini bir şəkilçi kimi götürürlər və bunun nəticəsində də səhvlərə yol verilir. Bu məqama diqqətli olmaq üçün nələrə baxacağıq, bəzi nümunələrə baxaq. Sözün sonunda birinci dım ünsürü varsa, dım dörtcür ünsürü varsa, yadda saxlamaq lazımdır ki, bu heç vaxt bir şəkilçi olmayacaq. Bu, deməli, həmişə iki şəkilçidir. Ya iki qrammatik, ya bir leksik, bir qrammatik. Yəni, birinci məqam bunu yadda saxlamaq lazımdır ki, bunu heç vaxt bir şəkilçi kimi qəbul etmək olmaz. Və hansı şəkilçilərdən ibarətdir? Bunu bilmək üçün mətn daxilində sual vermək lazımdır. Əgər cümlə mətn daxilində verilibsə, bu artıq konkretləşəcək. Yox, əgər söz təhlikdə verilibsə, deməli, hər iki məqam nəzərə alınmalıdır. Əgər söz, məsələn, tutaq ki, mən kitabı oxudum cümləsində, oxudum sözü kontekstə görə sual veririk, nə etdim? Nə etdim sualına cavab verəcəksə, onda diqqətli oluruq, nə et hissəsinə qoşulur dım bütöv. Deməli, dım əgər bütöv qoşulursa, suala. O demək ki, onun tərkibindəki hər iki şəkilçi artıq qrammatik şəkilçidir. Və bu zaman o d zaman və m şəxs şəkilçisindən ibarət olacaq və hər ikisi qrammatik şəkilçi olacaq. Bu şeiri gərək uşaqlara oxudum. Belə bir cümlədə isə oxudum sözü nə edim sualına cavab verəcək və nə edim sualına cavab verəndə artıq burada nə ed, burada d yoxdur. Bu d, t-nın, nə et sözündəki t-nın cingiltiləşib d hərfinə keçməsidir. Ona görə burada artıq ancaq bircə im şəkilçisi var. Və deməli, sözə ancaq im qoşulur deyə im olur qrammatik, d isə sözdə sualda ifadə olunmadığına görə olur leksik şəkilçi. Və bu zaman sözün tərkibi bir leksik, bir qrammatik şəkilçidən ibarət olur. Yəni, əgər söz cümlə daxilində yox, təhlikdə verilirsə, bu sual artıq belə düşəcək ki, tərkibi iki şəkildə başa düşmək olar və bu bir çox digər fərqlər də yaradır ki, o fərqlər haqqında növbəti videolarda danışacağıq. Burada isə diqqətli olmaq lazımdır ki, birinci dediyimiz kimi dım sonda heç vaxt tək şəkilçi deyil. İkinci, sualdan asılı olaraq o ya iki qrammatikdir, ya da bir leksik, bir qrammatikdir.